Deməli, sən yaşayırsan Almaniyada, düzdürmü? Bəli. Və orada da sürücülük vəsiqəsi ora üçün almalısan. Xeyr. Azərbaycandan varımdır, amma orada teoriyanı vermişəm, hələ praktikaya girməmişəm. Nəzəri imtahandan keçmirsən, ancaq sürmə imtahanı heç daxildə olmamısan. Daxil olmamağa səbəb nədir? Yəni, niyə cəhd belə eləməmsən? Çünki mənim buradan sürücülük vəsiqəm olsa da sürməmişəm. Həmişə qorxu olur içimdə. Bir neçə dəfə müəllimlərlə də məşğul olmuşam, öyrənməyim. Bilirsiniz necə? Salırlar məni tıxaca, saatımız bitdi. Yəni heç nə, demək olar ki, heç nə öyrənməmişəm. Özümdə də bir dəfə qəza eləmişəm deyə qorxu var. Yəni özüm də heç cəhd edib sürməmişəm ki, bəziləri var, sürə-sürə öyrənmək ya da onun məsuliyyətini bəlkə dərk edirəm ki, sürə-sürə öyrənmək olmaz, qaydalar bilmək lazımdır. Aydındır. Əvvəla onu deyim ki, sürə-sürə öyrənəcəksən sözü vura-vura öyrənəcəksən deməkdir. Vuranda da sən hər dəfə dəydiyin dəmir olmayacaq, maşın olmayacaq. Allah göstərməsin, adamın, yəni maşını gedib adama vurduğu günü də var. Allah qorusun, o ağılsız addımdır, sürə-sürə öyrənmək düşüncəsi yanaşması. Bu işin bir tərəfi. Digər tərəfi, misal olaraq deyirsən, burada da dərslərə qoşulmusan, amma tıxacda deyirsən. Bax, o yöntəm ki var, onlar Dilarə, tələbənin vaxtının tez yekunlaşmasına xidmət edən şeylərdir. Misal olaraq, mən də səni çıxardım bu dəqiqə tıxaca, mən tutum sükanı, səni yer ver, mən basım əyləci, bu 1 saat, 2 saat ötüb keçəsidir, amma sən bir şey öyrənə bilməyəcəksən. Və hazır olmadan da yola çıxanda qorxu adamı elə sarıyır ki, sənə deyilən sözü belə eşidə bilmirsən. O stressdən, həyəcandan, gərginlikdən, yəni mən sənə nə izah eləsəm də onlar hamısı dəyib düşəsidir yerə. Çünki sənin birdən-birə gözünü açdın, gördün ki, sən maşınların ortasındasan, sıxlıqdasan, tıxacdasan, xülasə. Gəl belə eləyək. Mən səni 0 hesab eləyirəm və 0-dan başlayaraq sənə izah eləyəsiyəm. Bizim, əgər sən bizdə, yəni Azərbaycanda yaşayan, Azərbaycanda yəni olan tələbələrdən olmuş olsaydın, yəqin ki, bundan razılaşmazdın deyə düşünürəm. Çünki bizdə belə bir düşüncə var. Misal olaraq, tələbəyə izah edirsən ki, bax, bu şüşə siləndir, silgəc. Bunu izah edirsən tələbəyə. Baxırsan ki, o tələbə o təpkini verməsə də, amma ətrafda misal olaraq kimsə o paylaşımı görən izləyicilərdən görsən rəy yazanlar olur da, əsas sürməyi öyrədin. Sürmək sonraki işdir. Sən maşın sürdüyün yerdə əgər anidən bunun yağış yağdı, sən bu şüşə siləni işə sala bilmirsənsə, sən maşın sürə-sürə şüşə silən axtaracaqsan, onu axtara-axtara da gedib harasa vurasın maşını. Və yaxud da mən adi yağışlı havalarda, qış fəslində mən görürəm o xanımları görürəm, valla acıyıram, amma mən ona nə deyim, o da maşın sürür, mən də. Görürəm, maşını part bürüyüb, sağ-sol pəncərədən etsən görünmür. Qabağı görmək üçün bax, belə oturub yazıq. Pardan görmür də, silə-silə oturub. Hansı ki, o kondisionerin, misal üçün, öz funksiyası vardı, onu qoşursun, o par çəkilir, gedir. Yəni, bu xırdalıqların hamısı sizə izah olunmalıdır. Amma bunları bizdə olan, misal üçün, tələbələrin bir çoxu dəyərsiz hesab edir. Amma sən bunu istəsən də dəyərsiz hesab edə bilməzsən. Çünki sən, əgər mən az olmayıb da Almaniyada yaşayan tələbələrim, sən orada imtahan verə bilmək üçün səni doğru dinləndirəm. Bax, çevirəcəklər altı üstüvə ki, görüm sən bunu doğrudan da bilirsən, yoxsa yox. Bax, o mühərrik yuvasını açılacaqlar. Orada səndən tələb eləyəcəklər ki, bax, gör maşının yağı, suyu, antifrizlər qaydasındadır ya yox. Bəli, imtahanda mütləq saxlayırlar yolda motor hissəsini də soruşurlar. Oradan sual verilir, təkərin təzyiqinə qədər, yəni təkərin doğum tarixinə qədər tapa bilməlisən. Təkərin üstündə doğum tarixi yazılır, qış təkəridir, yay təkəridir, yəni bunları hamısını, yəni imtahanda mütləq deyil hamısını, amma onları bilməlisən ki, hansısa bir sualı verəndə texniki, yəni suallar da olur mütləq praktik imtahanda. Bəli, düz olan da odur.
düz olanı da odur. Keçmişin kişiləri Dilara nəinki o avtomobilin o lazım yerlərini yoxlaya bilirdilər. Lazım gəlsə onu təmir belə eləyə bilirdilər özləri. Sürücü oydu, şofer onlar idi. Biz amma nə edirik? İndiki nəsil bir dənə oturduq, düzəməlli xodlaya da bilmirik çoxumuz. Xülasə, xodladıq, bir dənə sürməyə bilirik. O maşının yağı varmı, suyu varmı, nə bilim, bu şeylərdən başımız çıxmır. Bir onda görürük ki, maşında problem yarandı. Və bilməlisən ki, tormoz yağı yetərlidirmi maşını sürmək üçün? Yəni sonra akkumulyatora qədər, yəni bunların. Əla. Belə də olmalıdır, bilmək istəyirsənsə. Sən A-dan Z-yə hər şeyi bilməlisən, bunlar sənə təlimdə izah olunmalıdır. Bu şəkildə də sən öyrənirsənsə, əlbəttə ki, 3 saatda, 5 saat, heç 10 saatda da sən öyrənib yekunlaşdıra bilməzsən. Detallı şəkildə öyrənmək istəyirsənsə, bunun üçün vaxt lazımdır, çalışmaq lazımdır. Xülasə, mənim sənə izah eləyəcəklərim həm işin nəzəri tərəfidir, yəni belə deyim də, qanuni tərəfidir. Sürücü olaraq sən bunları bilməlisən, yoxlamalısan. Həm də məntiqi tərəfidir. Yoxlamasan, tutalım ki, Almaniyada olmaq, elə bizim ölkədə yaşa. Avtomobili sən yağına, suyuna baxa bilmirsənsə, elə ancaq oturdun, sürdün, getdin, yolda başla. Adi əyləc sistemi var, tormoznoy sistemdə. Onun da öz mayesi var, tormoznoy jidkis, əyləc sisteminin mayesi, bəli. O maye qədərində olmayanda sənin əyləc pedalın yumşalır, tormozun tutmur. Və yaxud da ola bilər ki, o əyləc sisteminin mayesi, yəni tormoznoy jidkis var orada göstərici olaraq. Amma illərdir dəyişmirsən, artıq o keyfiyyətini itirib, o sənə artıq o iş prinsipini yerinə yetirə bilməyəzdir. Və sən də getdiyin yerdə lazım olacaq əyləc pedalı, tormoz lazım olacaq, basacaqsan, maşın dayanmayacaq. Gör, bu hara gəlib çıxır. Bunların hamısını sən bilməlisən, yoxlamalısan. Yəni, çox da düzgün şəkildə səndən orada onu tələb eləyirlər.